həmişə belə olur. Bax, yadınıza salın, ikinci sənaye inqilabında nasoslar çıxanda, vedrə əvəzinə nasoslar istifadə olundu. Və yaxud da sonralar dəzgahlar çıxanda, ki, o yiyələnmək yox, dəzgahlar özü, onu qırırlar, dəzgah. Mən gözümlə gördüyüm gibi, onu qırırlar. Ona görə qırırlar ki, bizi işdən çıxardacaqlar, bəs biz nə eləyəcəyik? Yəni, bu həmişə olur. Bugün də süni intellekti elə bilirlər ki, çox böyük işsizliyə gətirəcək. Elə deyil. Həqiqət elə deyil. Bu baxımdan belə bir problem ortaya çıxır. Əvvəla süni intellektin özün istifadə eləmək üçün və çox gözəl ki, mən çox məmnunum, belə hamınız yəqin oxumuşsunuz. Ölkəmizdə strategiya qəbul olundu. Bir ay tərəfindən bundan qabaq. Süni intellekt strategiyası. Və yəqin ki, ölkədə bu istiqamətdə xeyli işlər görüləcək. Mənə belə gəlir ki. Bilirsiniz, həmin o gün müqavimətlər var idi, indi də var o müqavimətlər. Bir termin var, reinjinirik deyirlər. Yenidən mühəndislikdə, tərcüməsi düz deyil, reinjinirik. Nə deməkdir? Radikal dəyişiklik. Reinjinirikdə radikal dəyişiklik. Bu, o deməkdir ki, süni intellekt radikal dəyişikliklər gətiriləcək. Həm qərar qəbul etməyə, həm təbabətlə, həm sənayeyə, məsələn, 4-cü, 5-ci sənaye inqilabı. Ondan sonra bütün sahələrə, bütün həyatımızı, hətta əstəğfurullah, bu fala baxmaq deyil, mən bir dəfə yazıda yazmışdım ki, 30-cu illərin ətrafında yeni sivilizasiya olacaq. Və bugün düşünürəm ki, o sivilizasiyanın əsas indikatoru süni intellekt olacaq və əsasən də qeyri-sənizmə. Elə yadımı düşmüşkən deyim, bəlkə kimisə ürcağına rast gəlibdi. 30-cu illərdə bir alim olub Çijevski. O, biofizik və o, riyazi nöqteyi nəzərdən ispat edirdi ki, yer kürəsində nə hadisələr başlayır, hətta evdən, fərdi evdən tutmuş, bütün okeanlarda, bütün hamısı kosmosda idarə olur. İspat eləmişdi, fala baxmır. Onun kitabları yandırdılar 30 və özündə